İranın Kəşfiyyat Nazirliyi, yəni Ettalat, Amerika Birləşmiş Ştatları və İsraildə daxil olmaqla xarici düşmənlərin ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyini hədəf almaq və İslam Respublikasında sabitliyi pozmaq səyləri barədə xəbərdarlıq edib. Ötən şənbə günü, noyabrın 22-sində Kəşfiyyat Naziri İsmail Xətib Kokiluyevə Boyrəhmət əyalətinə səfəri zamanı bu barədə açıqlama verib. O, Xameneyinin fiziki məhvi ilə bağlı planlardan açıq şəkildə danışaraq deyib: "Bizim qələbələrimizin bələdçisi və lideri İnqilabın imamı və müdrik rəhbərimizdir. Buna görə də düşmən ali rəhbəri hədəf almağa və ölkənin birlik, sabitlik və müqavimətini sarsıtmaq istiqamətində addımlar atmağa çalışır. Bəzən terrorla, bəzən də indi hətta ölkə daxilində həyata keçirilən hücumlarla. Şübhə etməyək ki, daxildə bu istiqamətdə addım atan şəxslər ya şüurlu, ya da şüursuz şəkildə düşmənin təsir agentləridir və əlbəttə düşmənlərin Amerika Birləşmiş Ştatlarının və Siyonist rejimin maraqları çərçivəsində ölkənin xalqına, birliyinə, bütövlüyünə və müstəqilliyinə qarşı fəaliyyət göstərirlər." İran hakimiyyətində ən məlumatlı şəxslərdən biri olan İsmail Xətibin bu sözləri ölkədə və xaricdə geniş diqqət çəkib və Əli Xameneyinin öldürülməsi ehtimalının kifayət qədər yüksək olması kimi başa düşülür. Qeyd edək ki, sentyabrın əvvəlində İran ali rəhbərinin müşaviri, Sepahın keçmiş baş komandanı general Yəhya Rəhim Səfəvinin oğlu Həmzə Səfəvi də bir müsahibəsində bir neçə dəfə İran ali rəhbərinin İsrail tərəfindən öldürülməsi ehtimalından danışaraq hakimiyyətin buna hazır olmalı olduğunu vurğulayıb. Tehran Universitetinin siyasi elmlər üzrə professoru olan Həmzə Səfəvi bildirib ki, əgər İsrail İranın birinci şəxsini aradan götürmək fürsəti əldə edərsə, hətta müharibə riskini də göz önünə alaraq bu işi həyata keçirəcəkdir. Həmzə Səfəvi deyib: "Tramp söyləyib ki, İsraillilər bunu etmək istəyirdilər. Mən onların qarşısını aldım. İndi sual budur. Əgər bir gün onlar bunu Amerikanın icazəsi olmadan etsələr, Amerika nə edəcək? Yəni artıq işin yerinə yetirildiyi bir vəziyyətdə olacaq." O daha sonra əlavə edib: "Əgər İsrail bunu Amerikanın icazəsi olmadan etsə, Amerika fakt qarşısında qalacaq. İran isə problemlə üzləşəcək. Ona görə oturub düşünməlidir." Göründüyü kimi İran hərbi təhlükəsizlik strukturunda önəmli mövqeyə malik bir şəxsin oğlu da İsrailin Xameneyini aradan götürməklə bağlı planlarını yetərincə ciddiyə alıb və bunun İran hakimiyyətini çətin duruma salacağını etiraf edib. İyun ayında baş vermiş 12 günlük müharibədə İsrailin asanlıqla İranın çox sayda yüksək rütbəli hərbçilərini və nüvə alimlərini məhv etməsi bu cür əməliyyatın ali rəhbər Xameneyiyə qarşı da həyata keçirə biləcəyi barədə ehtimallara yol açıb. Sonradan aydın olub ki, İsrail hərbi siyasi rəhbərliyinin əslində belə bir planı olub. İranla atəşkəsdən az sonra İsrailin Müdafiə naziri İsrail Katz bildirib ki, İsrail İranın ali rəhbəri Ayətullah Əli Xameneyini 12 günlük müharibə zamanı öldürə bilərdi. Hesab edirəm ki, Xameneyi bizim əhatə dairəmizdə olsaydı, onu məhv edərdik, deyə Katz İsrailin Kan televiziyasına müsahibəsində söyləyib. Nazir daha sonra bildirib: "Lakin Xameneyi bunu başa düşdü. Ona görə yerin altına çox dərinliklərə getdi və aradan götürülmüş hərbçiləri əvəz edən komandanlarla əlaqəsini kəsdi. Odur ki, sonda bu real deyildi. Lakin belə görünür ki, məsələ təkcə Xameneyinin yerin dərinliklərindəki bunkerdə gizlənməsi ilə məhdudlaşmayıb və onun fiziki məhvi ilə bağlı əməliyyata Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump imkan verməyib. Belə ki, Trump hələ atəşkəsdən öncə deyib ki, Amerika Birləşmiş Ştatları Xameneyinin harada gizləndiyini bilir. O, bizim üçün asan hədəfdir. Lakin biz ən azı indi onu öldürmək fikrində deyilik, deyə Trump əlavə edib. Atəşkəsdən sonra verdiyi açıqlamada isə Trump Xameneyini dəhşətli və rüsvayçı ölümdən xilas etdiyini söyləyib. Həmin dövrdə bu məsələ o qədər ciddi xarakter alıb ki, Rusiya prezidenti ilə görüşən xarici jurnalistlər də Vladimir Putinə bu barədə ayrıca sual veriblər. Putin isə cavabında bildirib ki, o, İran ali rəhbərinin öldürülməsi ehtimalını hətta müzakirə etmək belə istəmir. Bununla belə ötən müddət ərzində İsrail rəsmiləri və mediası Xameneyinin fiziki məhvi barədə fikirlər səsləndirməkdə davam ediblər. Məsələn, noyabrın 6-sında İsrail Hayom qəzeti İran rəhbərini öldürməyin hələ də İsrail üçün mümkün olduğunu yazıb. İsmail Xətibin açıqlaması da İran üçün bu təhlükənin qaldığını təsdiqləyir. Lakin burada əsas sual budur ki, İranın ali rəhbəri öldürülərsə nə baş verər? Bunun İran üçün hansı nəticələr ola bilər? Məsələyə hələ müharibə dövründə münasibət bildirən tanınmış ərəb jurnalisti Adel Marzuk öz təhlilində Xameneyinin öldürülməsinin təkcə İranın daxili siyasi həyatı üçün deyil, həm də qlobal şia icması üçün mürəkkəb proseslərə yol açacağını yazıb. Onun fikrincə bu, İran rejiminin hərbi müstəviyə keçməsinə və Ekspertlər Şurasının Xameneyinin xarizması, dini mövqeyi və təsir şəbəkəsinə malik olmayan bir varis seçmək kimi tarixi sınaqla üzləşməsinə gətirib çıxaracaq. Lakin müharibədən sonraki dövrdə baş verənlər və İran siyasi elitasındakı proseslər ərəb təhlilçinin bu məsələnin regional təsiri barədə qənaətlərinin şişirdilmiş olduğunu söyləməyə əsas verir. Yayılan təhlillərdə Trumpın Xameneyinin öldürülməsinin qarşısını alması, İsraillə müharibənin şiddətlənməsi və uzun müddətli xarakter almasına imkan verməmək istəyi ilə izah olunur. Görünür bu,
həm də İran daxilində baş verəcək mümkün proseslər və ölkənin siyasi perspektivi barədə aydın təsəvvürün olmamasından qaynaqlanıb. Bu baxımdan ən maraqlı açıqlama İran prezidenti Məsud Pezeşkiyana məxsusdur. 2 həftə bundan əvvəl İran parlamentində çıxış edərkən Pezeşkiyan ali rəhbərin öldürülməsi məsələsinə toxunaraq belə deyib: 12 günlük müharibə dövründə nə baş verəcəyindən əsla qorxmurdum. Yalnız bundan qorxurdum ki, Allah eləməsin rəhbərə nə isə olar. Çünki o zaman biz bir-birimizlə vuruşacağıq və İsrailin gəlməsinə ehtiyac qalmayacaq. Pezeşkiyan açıq şəkildə bildirib ki, Xameneyinin mövcudluğu İran siyasi hakimiyyətində daxili parçalanmanın və böhranın qarşısını alan əsas faktordur. Aparıcı qərb medialarından biri də İran Kəşfiyyat Nazirinin Xameneyinin öldürülməsi ehtimalı ilə bağlı xəbərdarlığını hakimiyyətin qorxusunun və mövcud siyasi strukturun kövrəkliyinin əlaməti kimi şərh edib. Xameneyinin yoxluğu şəraitində hakimiyyət daxili çəkişmələr ya rejimin ciddi şəkildə transformasiyasına, ya da İslam Respublikasının süqutuna gətirib çıxara bilər. Ölkədəki sosial-iqtisadi çətinliklərdən təngə gəlmiş cəmiyyətin ayaqlanması imkanı ikinci ssenarinin baş verməsi ehtimalını daha da real edir. Təsadüfi deyil ki, bir neçə gün öncə İranın eks-prezidenti Məhəmməd Xatəmi daxili və xarici təhdidlər, yığılıb qalmış böyük problemlər nəticəsində İranda hakimiyyət ağacının qəfildən quruyub aşa biləcəyi barədə xəbərdarlıq edib. Bu vəziyyətdə təkcə əhali arasında deyil, həm də hakimiyyət strukturlarında nüfuz və təsirini xeyli itirmiş 86 yaşlı ali rəhbərin həmin ağacı və elə özünü də nə qədər qoruya biləcəyi sual altındadır.